Tez-tez verilən suallardan biri sosial şəbəkələrdə möminlərdən yoxdur, əlhəmdülillah. Nə üçün biz İranı müdafiə etməliyik? Əvvəldə bunu deyim, çünki İrandan danışanda bəziləri görsən ki, hiss olunur, ağız bunu büzürlər, narahat olurlar. Hələ bəziləri təhqirə də keçirlər. Deyirlər ki, İrandan danışanlar İranın agentləridir, üzr istəyirəm, nə bilim, tulalarıdır, üzr istəyirəm, aftafasıdır, təhqiramiz sözlərlə yağdırırlar. Da biz onları istəmirik deyək ki, bu günləri Trump'ı müdafiə edənlər EPST-nin tulalarıdır. Özünüz bilərsiniz. Amma and olsun bu Ramazan ayına, oruc halda Peyğəmbər minbərindən Allahın salamı ona və əhl-i beytinə lənət göndərirəm, sifarişlə danışan adama Allahın lənət olsun. Amin. Amma hər iki tərəfə lənət göndəririk. Allah lənət eləsin sifarişlə də o Peyğəmbər balası ki, orucluqda şəhid olub, onun haqqına girənlərə. Amin. Allah hidayət eləsin, qabili hidayət görsə lənət eləsin. Amin. Sabah hamımız bir gün ölüb Allahın huzurunda Allaha cavab verəcək. Onda daha bizim dadımıza nə Trump gələr, nə Netanyahu gələr, nə də ki o zalim rəhbərlər gələr. Allahdan qorxaq. Vəzifəmiz budur. Birinci bir müsəlman kimi. Əgər bir müsəlmana təcavüz olunursa, biz o müsəlmanı müdafiə eləməliyik. Bu Quranın məntiqidir. Peyğəmbər əhl-i beytin buyurduğudur. Allahın salamı olsun onlara əhl-i beytinə. Müharibədə müsəlman xüsusən haqdır. Vəzifəmiz təcavüz olunan müsəlmana xoşumuz gəlməyə də bilər. İradlarımız da olar. Biz onu müdafiə eləməliyik. Necə ki, Fələstin əhli sünnə qardaşdır, biz onu müdafiə eləməliyik. Səddam Hüseyn özü zalim idi. İmam Hüseynin hərəmin gülləbaran eləmişdi. İşğalçı idi. İranda bir neçə müsəlman ölkəsində deyilir ki, həmin Səddam İrana 8 il, 9 il qanıt durmuşdu. Gəlir insaflı olaq. Bugün and olallah, bu minbərdən deyirəm. Əgər Türkiyə ki, nə qədər siyasətində səhvlər var demişəm. Səudi Ərəbistanı Vahabi hakimiyyəti EPS-nə Kəbənin pərdəsini göndərən. Amma müsəlman ölkəsidir. Əgər ona da təcavüz olunsa, Amerika, İsrail tərəfindən haqq olsun, onu bizim vəzifəmiz müdafiə eləməkdir. Vahabidir, xoşumuz gəlmir, başqa söhbətdir. Sağ olsun, çox müsəlman ölkələri müdafiə elədilər. Azərbaycanda da rəsmilər görsənən budur ki, birinci başsağlığı veriblər. Pakistanda əhli sünnə alimləri, Fələstində, Banqladeşdə fətvalar verdilər. Hətta əhli sünnədə var, cənazə namazı qıldılar. Uzaqdan da olsa Ayətullah Xamneyi cənazə namazı qıldılar. 2. Qanun, hüquq baxmayaraq indi dünyada pozulub, hamısı kağız üzərindədir, BMT filan bəsməşən, beynəlxalq qanunlara əsasən İrana təcavüz olunmuşdur. Kim qanundan danışırsa, mənim torpağım işğal olub, mən öz torpağımda beynəlxalq hüquqdan danışıramsa, bugün gələ onu İran üçün istəyəm.